Mənim xoş gəlmisiniz. Çox sağ ol, təşəkkür edirəm. Hətta qıraqdan mən bilirdim ki, sizin bir ali savadınız da var mənim bildiyimə görə. Yoxsa orta texniki savadınız var. Bəlkə qıraqdan pis görsənə bilər ki, müəllim deyil, ya hardansa tutub gətirmisən, amma bu heç də hələ deyil. Əgər mən hardansa tutub gətirmiş olsaydım, Səid müəllimi deyim, mən indi sözlə müəllim dedim, onda sizlər də onun səhifəsində bir bu qədər izləyicisi olmazdı. Mənim fikrimdə də yəni sizlərin sevimlisi olduğuna görə mən istədim ki, bir əyləncəli dərs olsun və dərsimizdə Kamil bəyə də təşəkkür edirəm. Qıraqdan İlkin müəllimə də təşəkkür edirəm. Sərxan müəllimə də təşəkkür edirəm. Arxa fonda var, ən sonda göstərərik kadrda. Yəni bizə kömək etdilər ki, bu dərs həm maraqlı, həm əyləncəli, pozitiv enerjili bir insan olduğum üçün yəni mən də şad oldum. TikToka bəxş etdik bu dərsi. Siz aşpaz olmağa nə zaman qərar vermisiniz və bundan sonra aşpaz olmaq istəyirsiniz bildiyimə görə? Düzdürmü? 9 yaşından əslində yeməklər bişirəm, 10 yaşından. Yəni qayğanağından tutmuş, şirniyyatından tutmuş, dolmasından tutmuş, aşından tutmuş, süd daşından tutmuş. Şükür olsun Allaha çox yeməkləri yəni bişirməyi bacarıram. Amma tam səmimi desəm, çalışıram həyatda. Mən reseptlə nəyisə hazırlamamışam. Heç vaxtı, heç bugünkü gündə reseptlə nəyisə hazırlamadım. Tələbələrə də ilk öncə nəyə aşılamağa çalışdım? Əlinizin altında olan hal-hazırda qarşınızda nə varsa, ondan belə deyim, səmərəli istifadə edib nəsə hazırlamağa çalışın. Yəni alternativlər. Tələbələrdə əslində düşünməyə vadar elədim. Bir var, əzbərçilik, neysə yazıb verirlər, hansısa spisoqlik, o qramajlarla neysə hazırlamaq. Bir də var, yaradıcılıq. İstədim ki, yaradıcılıqla məşğul olsunlar tələbələrimiz. Şad oldum. Tələbələrimi də deyirəm ki, girib rəy yazarsınız. Necə, həqiqətən mənim üçün çox maraqlıdır ki, mənimlə keçirdikləri zaman necə keçdi onlarla. Hamıya təşəkkür edirəm. Məni izləyən hər kəsə dəyər verərəm. Mən də sizə dəyər verərəm. Mən Cəlilullah müəllimi İlkin şefi illərdir izləmişəm, illərdir. Amma bugün Allah qismət elədi ki, gəldim bura. Nəsə ki, İlkin şef necə deyirsiniz? Yox, çox sağ ol. Minnətdarım. Var olasınız. Çox sağ ol. Allah var eləsin. Təşəkkür edirəm. Bax, belə mehriban bir ailə kimi olmaq lazımdır. Sizin qəlbiniz bütün aşpazların ürəyində olsun ki, mehriban olmaqdan. Həqiqətən. Buyur, müəllim. Yəni ki, bugünkü gündə blogerlik edir, yeməklər məsələn hazırlayır. Amma ki, professional aşpaz deyil, Səid özü deyir. Yəni həvəskardır. Heç xoşum da gəlmir ki, şef sözü deyilməyinə. Çünki şef sözünə layiq olmaq lazımdır. Heç üstündə nəsə qoyur, ətdən, balıqdan pişirir. Bu cür şeflər istəsi yox, şef deyil axı. Şef deyil. Bu adam bizim qarşımızda qarşımızda şef olsam yoxsa. Hələ balaca bir yeni yetməyəm. İnşallah gələcəkdə. O bilirsiniz nəyə bənzəyir? Məsələn, bir insan idmanla məşğul olur. Ona sən çempion, şampion deyə bilməzsən ki, gərəkməz ki, bu insan gəlsin həmin o şampionluğu qazansın. Gəncdir, hələ gəncdir, özlərinə işləyir. Və inşallah peşə təhsilində artacaq. Bəli. Mən özüm IT mütəxəssisəm, kompüter mühəndisiyəm, həm də təhlükəsizlik kameraları üzrə, ümumiyyətlə elektronika üzrə mühəndisəm. Mənim tələbəmin biri təyyarə sürür. İnşallah bir gün onunla da videosunu çəkib paylaşaram. Bəzən onu ciddiyə almırlar. Görürlər çox zarafatçı deyib görən bir insanam. Fikirləşirlər ki, mənim 35 yaşım var, amma çox şeylər yaşamışam həyatda. Həqiqətən, inşallah tanıyanlar, bilənlər bilir ki, həqiqətən mən nə çətinliklərdən çəkmişəm. O yüzden, buradakı tələbələrdə onu aşılamağa çalışdım ki, vaz keçmin, əzimli olun, mücadilə aparın. Bugün burada apardığımız mücadilə bəlkə sizi şef-power olmağa, yox, digər bəlkə də haradasa daha da ucalara aparacaq. Sadəcə bu yoldur da, gedirsiniz. Mən də hamıya arzu edirəm ki, sizin həvəsiniz bir çox gənclərdə olsun. İnşallah. Minnətdarım. Mən şad oldum, çox sağ. Üzürlü